Salam, sabah xeyir olsun. Gördüğünüz dəhşətli görüntü Cənub bölgəsində sahilib seçilmiş Mirəsən ağanın ocağı. Onun yurdudur. Bu ocaq 1900-cü ilin əvvəllərindən insanlar üz tutub şəfa üçün Seyidin ocağına gəldiyi bu həmin bu ocaqdır. Mirəsən ocağı. Sonuncu burada varisi nəvəsi Seyid Cəmaləddin ağa, el arasında Camal ağa kimi tanınan Seyid balası yaşayırdı. Bax, gördüyünüz bu mənzərə çox acınacaq, dəhşətli. Bax, buradan ev alışıb yanan kimi hadisə zamanı körpə 2 yaşlı nəvəsi gördünüz, bax, bu evin içində olub bu tərəfdə. Ağa dərhal pilləkənləri atlayaraq evə alovun içinə girir və nəvəsini götürüb xilas etmək üçün. Amma baxmayaraq bura girəndə artıq o hər şeyi fikirləşib girmişdi bura. Və Seyidin son höccətini burada tamamlayır və girir içəri və nəvəsini xilas etməyə. Çox təəssüf ki, nəvəni götürür, pilləkənlərin astanasına kimi yaxınlaşır. Amma nə yazıq ki, alov onu ram edir və qərq olur alovların içinə ağamız və nəvəsi ilə birlikdə haqq dünyasına qovuşdu. Bugün ağamızın 5-ci günüdür, mərasimidir. İnşallah 7 tamamlanandan sonra, məclis qutarandan sonra bax, burada yenə də həmin onun babasının yanmış ocağın bərpa edəcək. Yenidən tikintilər, yenidən qurma işlər gedəcək burada tamamilə. İnşallah. Və buradan da səslənirəm Seyidlərə, böyük hörməti olan insanlara, ən azından bu acı dramdır, ailə dramıdır. Burada gördüyünüz kimi heç bir əşya çıxa bilməyib. Heç bir əşya. Başlıdadır ki, ağamızla birlikdə. Ona görə buradan izləyicilərə səslənirəm ki, Ünvan Masallı rayon Qızılaz kəndindədir bu hadisə olub. Onu da qeyd edeyim. Və bu inşallah aksiyamız 7-dən sonra, mərasim 2 gündən sonra başlayır. Burada təmir işləri